İmam Ali ibn Hüseyin aleyhissalam dualarının birində ki, o dua Məkarimul Əxlaq adlanır və Səhifə-i Səccadiyyə kitabında da var o dua. O duada Həzrət bir cümlə buyurur ki, insan həyatına böyük təsir edən, insan həyatına yön verən bir cümlədir. Buyurur ki, ilahi, mənə o vaxta qədər ömür ver ki, ömrümü o vaxta qədər uzat ki, onu yalnız sənin itayətinə həsr edirəm. Əgər belə olmasa, ömrüm şeytanın otlağına dönəcəksə, sənin düşməninə çevrilməmiş və qəzabinə, əzabına düçar olmamış mənim canımı al. Bəzi insanlar var ki, ömürləri ancaq və ancaq Allah itayətində keçir. Bəzi insanlar var ki, ömürləri ancaq və ancaq Allah razılığından uzaq bir şəkildə keçir və davam edir. Bəzi insanlar da var ki, ömürlərində, yəni mənəviyyatlarında, ruhlarında ömürləri boyu bir mübarizə başlayıbdır. Bəzən onun ruhu, mənəviyyatı yaxşılığa doğru meyl eləyir, Allaha itayətdə keçir. Bəzən isə şeytana itayətdə keçir. O insanların qəlbində, ruhunda, mənəviyyatında daima bir mübarizə var. O insanlar üçün əlbəttə ki, məsum imamlar hər zaman tövsiyə eləmişlər ki, qəlbimizi, ruhumuzu, mənəviyyatımızı elə bir şəkildə gücləndirək ki, formalaşdıraq ki, imamın buyurduğu kimi şeytanın otlağına, şeytanın ovlağına çönməsin bizim qəlbimiz, bizim bədənimiz. Ki, imam buyurur ki, ondansa ölüm yaxşıdır. Həccac ibn Yusifi çox adam tanıyır, adını eşidib. Bu adam tarixdə var ki, 120 min nəfər qətl edibdi, qətl etdiribdi fərmanı ilə Həccac ibn Yusif. Dar ağacından astırıb, tarixdə var. Haqq dedikləri üçün bəzi şiələrin dillərini, boyunlarının kökündən çıxartdırıb, uşaq, yaşlı, qadın, kişi demədən 120 min nəfərə qədər insanın qanına, şiənin qanına əli batmış bir insandır. İbn Əbülhədid deyir ki, Həccac ibn Yusif haqqında, əgər bizdən əvvəl yaşamış peyğəmbərlər və ümmətlər öz zəmanələrinin fasidlərini nümayiş etdirsələr, hər ümmət öz zalımını tapıb çıxartsa, bir yarış keçirilsə, sərgi olunsa, Həccac ibn Yusifə heç bir ümmətin zalımı çata bilməz. Belə bir zülm əhli olubdur. Həccac ibn Yusif bir günləri Allah övliyalarından biri ilə qarşılaşır və ona deyir ki, mənim üçün dua elə, mənim üçün duası ol. Həmin övliya deyir ki, Allah sənin canını alsın. Bu da qəzəblənir ki, mən sənə deyirəm ki, mənim üçün dua elə. Övliya buyurur ki, and olsun Allaha, sənin üçün ən yaxşı dua budur. Sən ki, şeytanın əlində əsir olubsan, həyatının belə davam eləməyindən,sə bura qədər cinayətlərlə dayanıb getsən yaxşıdır. Çünki günü-gündən sən azğınlaşırsan, günü-gündən daha çox insanın qanına sənin əlin batmaqdadır. İnsan ömrü bu cürdür. Gərək insan öz ömrünün keşiyində ola, öz ömründən müğayət ola ki, görəsən mənim ömrüm Allahıma itayətdə keçir, ibadətdə keçir, yoxsa şeytanın ovlağına sönməkdədir mənim bədənim, mənim ruhum. Gərək müminlər hər zaman bundan müğayət olalar. İnsan ahirətdə ömrünün deyirlər ki, həsrətini çəkəcəkdir. Ahirətdə öləndən sonraki
məhşər ayaq olacaqdır, hamı həşr olacaqdır. Böyük əksəriyyət insanlar öz ömürlərinin həsrətini çəkəcəklər. Ona görə də axirətə həm də yevmul həsrə deyirlər. Quranda da belə bir formada axirət xatırlanıbdır. Həsrət günü. İnsanlar öz ömürlərinin həsrətini çəkəcəklər. Hamısı deyəcək ki, hamımız deyəcək ki, ilahi bizi qaytar. Çünki ömrümüzdə çoxlu boşanlar olub ki, indi kaş ki o günlər olardı, o anlar, o saatlar olardı. İlahi, onu sənə ibadətə və itayətə sərf eləyərdik. Qaytar o anlardan, o boş keçən anlardan bizə imkan ver, bizə bir əzin qaytar. Allah buyurar ki, mən sizə ömür vermədimmi? Quranda belə bir ayə var. Mən sizə ibrət alanların ibrət ala biləcəkləri qədər ömür vermədimmi? Mən sizə o qədər ömür verdim ki, ibrət almaq istəyən insan bəs eləyər ki, o müddətdə ibrət alsın. Biriniz ola bilsin 20 il, biriniz ola bilsin 50 il. İbrət alan insan üçün nə qədər zaman lazımdırsa, mən sizə verdim o zamanı. Hədis var, deyirlər ki, hər dəfə qəbirstanlığa aparıb adam dəfn eləyəndə elə başa düşün ki, bu sizin üçün bir moizə olsun ki, elə başa düşün ki, dəfn olunan siz idiniz, bastırılan siz idiniz. O yevmul həsrə ki olacaqdır, həsrət günü ki olacaqdır, deyəcəksiniz ki, Allah bizi qaytar, qayıtsaydik düzələrik, sən bizi qaytarsan düzələrik. İndi siz Allahdan istədiniz ki, qaytar məni, Allah da sizi qaytarıbdır. İndi qəbirstanlıqdan qayıdandan sonra o peşmançılığınızı aradan götürün. O peşmançılığı çəkəcəksiniz axirətdə ki, qayıtsaydım, özümü düzəldərdim. Hər dəfə qəbirstanlığa gedəndə elə başa düşün ki, ölən siz idiniz, Allah sizi diriltdi, bir də yolladı. Çünki hər dəfə qəbirstanlığa gedəndə sizə agah oldu ki, bir gün siz də öləcəksiniz. Nə uzun ömür insan üçün böyük bir şərəf deyil, nə gödək ömür insan üçün bir rəzalət, bir pislik, bir bədbəxtlik deyil. İnsanın alnını ağ eləyən, açıq eləyən Allahın yanında, nəbilərin yanında, əhl-i beytin yanında şərəfli ömür yaşamaqdır. İstər o ömür 20 illik ömür olsun, istər o ömür 100 illik ömür olsun. O ömür ki, Allaha ibadətdə, itayətdə keçir, o ömür insanın üzünü ağ eləyir. Biz də bundan müğayət olmalıyıq ki, ömrümüz daha faydalı olsun, ömrümüzün faydalılığından müğayət olmalıyıq. İndi biz də yaşamışıq, hərəmiz burada əyləşənlər də hərəmiz bir yaş həddindəyik. Hərəmiz bir yaş həddindəyik. O yaş həddinə uyğun olaraq da hərəmizdə bir mənəviyyat formalaşıbdır. Keçmişimizə uyğun olaraq, düşdüyümüz mühitə, iş yerimizə, əskərlikdən gəlmişiksə, universitetdə oxuyuruqsa, fəhlə isə, vəzifədə isə, bunun hamısı insan mənəviyyatına öz təsirlərini bağışlayır və indi burada çoxluq varıq və çoxluğumuz hərəmiz özümüzə uyğun bir mənəviyyat sahibiyik, bir ruh sahibiyik. Bizdən tələb olunan nədir? Hansı vəziyyətdə, hansı səviyyədə olursa olsun sənin ruhun, ömrünün faydalılığına fikir verməlisən. Ömrümüzün faydalı olmağından ötürü hədislərdə bizə iki mühüm tapşırıq gəlib ki, istəyirəm sizinlə onu qardaş kimi bölüşəm ki, iki mühüm tapşırıq gəlib ki, əgər istəyirsinizsə də ki, ömrünüz faydalı olsun, şeytan ovlağına çönməsin, yaşadığın müddətcə ömrünün sənə bir xeyri olsun, iki mühüm işdən möhkəm yapışın. Onun birincisi adlanır tədarük. Ömrünüzdə daima tədarük görən bir insan kimi olun, yaşayın, həyatınıza bu cür davam edin. Uzaq yola çıxacaq, uzaq bir səfərə gedəcək və o səfərdən qayıtmayacaq insanlar kimi tədarük görün. Tədarük görün öz ömrünüz üçün. Əleyhisselam buyurur ki, girinci olmayın keçmişinizlə gələcəyiniz haqqında. Bəziləriniz keçmişinizin ya öyünməsində qalıbsınız, keçmişinizlə öyünürsünüz. Vaxt var idi, bağ belə idi, bostan belə idi, belə vurub tuturdum, belə imkan var idi. Ya o öyünməkdə qalıbsınız, ya da ömrünüzün o keçmişinə aid olan pisliklərdə qalıbsınız ki, o keçmiş mənim evimi yıxdı, o olmasaydı mən belə olardım, filan kəs olmasaydı belə olardım, indi buradaydım. Əleyhisselam buyurur ki, ömrünüzün keçəni artıq sənin deyil, bunda ilişib qalmağın bir mənası yoxdur. Gələcək isə bilinmir, sənə gəlib çatacaq yoxsa yox. Onun üçün də hər gününü, hər anını
real qiymətləndir. Hər anının qədrini bil. Yoxsa gələcəyə baxdıqca arzular səni aparır. Keçmişə baxdıqca xəyallar səni aparır ki, nəhayətdə yenə əməl sahibi deyilsən. Əməl sahibi olmaqdan ötürü gərək bu gününə baxasan. Bu günü qənimət biləsən, tədarük görəsən. Cübran nədir? Keçmişdə elədiklərini yavaş-yavaş islah eləyəsən. Keçmişdə elədiyin, səndən baş verən xətaları yavaş-yavaş islah edəsən. İnsan tövbədən sonra insanda bəzi günahların əsərləri qalır, əlamətləri qalır. Adi bir misal çəkək, göz zinası, göz ilə bir naməhrəmə baxmaq, bir an olsa belə insanın bəzən bir ibadətini əlindən alır. Namaza gəlməmişdən qabaq bir göz zinası eləyən insan namazda özündə olmur. Onun üçün deyirlər ki, göz zinası, naməhrəmə baxmaq şeytanın insanın qəlbinə atdığı bir oxdur ki, ora saplanar. Göz zinası bir andır, amma əsəri uzun zaman davam edir. Hətta insan istiğfar eləsə də, tövbə eləsək də, biz pis işlərdən tövbə eləsək də, onun bəzi əlamətləri qalır. O əlamətlər bizi öz təsirinə ala bilər. Onların o gücü var. O təsirə almasın deyə, o narkomaniyadan, qumardan və s. və ilaxirən əziyyət çəkən insanlar olur. Peşman olur, saxlayır, dayanmaq istəyir, müalicə də olunur. Amma hərdən ona o şuuraltı ki, siqnallar gəlir, o öz təsirini ala bilər insanı. Onun üçün də bizə lazımdır cübran. Cübran nədir? Keçmişdə olan əməllərimizi durmadan islah eləməyə başlayasan. Bunu bir başqa misalla da biraz qüvvətləndirək. Bir nəfər xəstələnir, bildiyimiz qaydada görürük, qohumda, əqrabada, evdə, eşdə görürük bunu. Bir nəfər xəstələnir ki, biz günah adında bir xəstəliyə mübtəla olmuşuq, xəstəyik. Xəstələnəndən sonra dayandırmaq istəyir. Dayandırarkən ona o xəstəlik məhv olsun deyə antibiotik vururlar. Bizim də antibiotikimizin adı tövbədir. Özümüzdə xəstəlik hiss elədik, bədənimizə istəyirik antibiotik vuraq, yəni xəstəlik inkişaf eləməsin. Antibiotikin xüsusiyyəti nədir? O mikrobun yayılmasının qarşısını alsın, xəstəlik inkişaf eləməsin. Bunun da adı mənəviyyatda tövbədir. Tövbə elədin ki, o xəstəlik inkişaf eləməsin, davam eləməsin. Amma antibiotik vurulana qədər bədəndə olan mikroblar bədəni artıq usadıbdır, yorğun eləyibdir, zəiflədibdir. Bundan sonra həkimlər hər zaman antibiotiklə yanaşı insana vitaminlər toplusu da yazırlar. B vitaminləri toplusu, məsələn, yazırlar ki, antibiotik xəstəliyi dayandırsa da, tövbə xəstəliyi dayandırsa da, bədənə yenidən bir güc lazımdır. Ki, o vitaminlər toplusu da cübrandır. Ki, bədəni gərək gücləndirəsən, bədəni zəif halda buraxsan, o antibiotik müəyyən müddətə keçərlidir, təsirlidir. O zəif halda qalsa bədən, yenidən xəstəliklərinəsirinə çönəcəkdir. İkincisi nədir? İnsan ömrünə məna verən, fayda qatan. İkinci nədir? İkinci də önəmli işlərdən biridir. Buna termin olaraq cübran deyirlər.